Salamlayıram sizlərə, mən şəxsiniz Heydər Hüseynli. Master Cup'da yenidən hər birinizi xoş gördük. Artıq qrupun son maçlarıdır. Qarşılaşacaq komandalar isə Black Wolf Fournier komandalarına qarşı durmasını izləyir. Artıq hakimin start fiti səsləndirilib. Hər iki komandalara uğurlar arzulayırıq. Ümidvarıq ki, bol yolu haqlı, ədalətli, gözəl bir maç bizləri gözləyir. Elvin Real Keper'dən son toxmuş var. Üçüncüdən zərbə. Şükür Sermişdi topu. Orxan Nizaflı oynayır. Geçmədə ötürməsi. Orxan sağ Fikrət. Riyad Babeşdən təşkil ötürmə içəriyə doğru. Elnur keçmədə ötürməsi. Riyad Mücahidin zərbəsinə blok qoyulur. Üçüncüdən zərbə. Orxan Bəhlun yaxın üçüncü zərbəsi topları yandan silkələyir. Elnur Orxan yenə Elnur zərbə bir dəqiqə qaldı. Bəhlul top meydanında saxlaya bilmədi. Və Elnur sürüşmə fəndi ilə topu meydana kənarlaşdırır. Daha bir out. Nəfəs altı Black Wolf komandası yerinə yetirəcək. Oturma alınmalı. Şükür. Orxan. Riyad. Elnur. Babeşli oynadı. Çəkdi sağ ayağına və qol Küpürdən gözəl refleks. İmkan vermir. Bu təhlükəli hücumun qarşısını yaxşı alır. Elnur. Toxmuş var rəqibdən. Üçüncüdən zərbə. Elnur'un zərbəsi və gol! Hesab açılar vaxtda Fournier komandası tərəfindən. Elnur Orxan zərbə öndürür. Yaxın künc Küper tərəfindən bağlı idi. Şükür Elvin qaçırtdı. Necə bir fürsət əldən verir. Bəhlul Fikrət Elnur ara ötürməsi Bəhlul və qol Küper dəf edir. Nizat Bəhlul geriyə çəkilir. Orxan Elnur Fikrət Bəhlul
Sürmək keçmədi. Fikrət Elnur'la oynayır. Arzu olmaz fintlə rəqibini gerdə qoyur Fikrət. Elnur çox gözəl kombinasiya idi, lakin sonluq uğurlu alınmır, qolla nəticələnmir. Gözündə saxladı, lakin aslında iki rəqibi Aslanlı çalışdı və top aldılar. Orxan Bəhlul ünvansız alınır. Riyad uzun ötürmə Elifin toprağını edə bilmədi. Onun üçün bir qədər sərgəsiz ötürmə idi. Çətin idi toprağını etmək. Bəhlul Orxan Fikrət sağsına Elnur Adaşı ondan topu alır. Aşın alt qazanır Black Wolf komandası. Fikrət Elnur yine keçmədi. Out. Orxan sağ olsun Elnur Nicat Bəhlul top meydan təşkili var. Elvin Elnur Bəhlul yanında Orxan Nicat Bəhlul gəzdirirlər topu hələ ki boşluq axtarırlar müdafiədə Fikrət ötürmə Orxan və gol! Tarazlıq bərpa olur. Nəhayət ki, bu ötürmələrlə Bunyar komandasının müdafiəsini yarmağı başarır. Black Wolf komandası Orxan Tarazlığa bərpa edir maçda. Orxan Riyad şans qarşıladı. Üstünlük prinsipini əməl olunur. Elnur Nicat Orxan Elnur taban ötürməsi yaxşı alındı. Əksizim şansı Bunyar komandası tərəfindən lakin Elnur büdrədi. Fikrət Zərifin bir top bakın üzərindən keçdi. Babək Elvin Fikrətin zərbəsini çox söhbət etdi. Əksizim şansı Bunyar komandasından Riyad solsuna ötürmə Elvin sonra Nicat topu meydandan kənarlaşdırır. Üçüncüdən zərbə. Elnur ona qarşı qayda pozulur Elvin tərəfindən.
Orxan Elnur, yanında Bəhlul. Gözəl hərəkətlər Bəhluldan. Lakin zərbəsi istədiyi kimi olmadı. Top özündən çox irəliyə etmişdi. Riyad Şükür. Yerə səviyyəsi ötürüm edir. Şükür. Saat. Fikrət. Hücum nəticəsi oldu. Şükür ve gol! 2-1. Şükür ki, şükür də fərqlənir. Kimsə qaydalar çərçivəsində olduğunu bildirir həmin epizod. Nicat topladır. Bəhlul Elnur. Yeniden Bəhlul. Fikrət. Qarşısına olur Riyad. Onurun zərbəsinə blok. Digər cinahdan out. Orxan Elnur. Fikrət oynadı. Elnur. Orxan yeniden Elnur və bir dəqiqə qalında zərbəsi Elnurun. Yaxşı paslaşmışlar əslində Orxanla. Lakin sonluq uğurlu alınmalı. Alt Furnyard. Babək'in zərbəsi mükəmməl gol! 3-1. Aldı qılıncın əlinə Babək. Rəqib qalasına hücum edir. İstədiyinə nail olur. Əhsən İgid. Gözəl qola imza atır, gözəl həmlə. Uğurlu anlar sonluq. Orxanın zərbəsi Şükür dəf etdi. Yenə Orxan. Yenə də Şakov yaxın ikinci bağlamışdı. Fikrət. Bəhlulun zərbəsi yaxın ikinci azacıq dəqiqlik çatmadı. Fikrət bir qədər xəstə etdi. Belə epizodlarda hər zaman ötürmə etməyi sevən oyunculardandır. Ən doğrusu da orada ötürmə idi. Ürvid bomboş qalmışdı. Çünki bütün məsuliyyəti öz üzərinə götürdü. Babək daha bir zərbə. Top qapının üzərindən keçir. Bəhlul Elnur. Babək
Bəsdi bir qədər. Bəhlul. Elmir. Soyuqanlıdır yenə. Orxan. Riyad. Fiyakasına ötürmə puanı alınmır. Bərkfal komandasının hücum əmrəsi outla davam edəcək. Orxan. Orxan. Ona qarşı qayda pozulsa belə mübarizəyə davam edir. Üçün zərbəsi qazandırır. Babək. Bəhbul qarşıladı ötürməni. Ülvi. Orxan. Şako yenə yaxın üçüncü. Yaxşı bağlamışdı. Elnur, Fikrət. Çatmadı Fikrətə top. Ülvinin zərbəsi top qapıdan yan keçir. Elnur, Fikrət. Gözəl hərəkətlər Fikrətdən 2 nəfəri yerdə qoyur. Yenə pauza etdi. Baş gizəlləndirir Fikrət. Elvin. Əmsalda 2 zərbəsi qazandırır. Riyad. Türmə qarşılanır. Babəkin qaçıları zərbəsinə blok qoydular. Babək bugün döyüşə qılınc qalxanla gəlib. Əməli başlı aktiv mübarizə nümayiş elətdirir. Aşırma zərbə Şükürdən olunmadı. Bugün keçən maçda, keçən turda Babəklə Şükür bir qədər cəhdlər göstərirdilər, istədiklərindən nail ola bilmirdilər. Lakin bugün rahat oyun nümayiş elətdirir iki oyunçu. Ona görə az öncə bildirdik ki, Şükür də şükür ki, fərqləndi, istəyinə nail oldu. Babək də bugün döyüşə yaxşı hazırlaşıb. Orxan. Ara ötürməsi Ülvi. Ülvi heyif etdi ötürməni. Elnur Orxan oynadı. Ötürmə gəldi və qapıcı ikinci zətində top tutur. Şükür. Təkbir deyib. Zot. Bir qədər time-out'a ayrılırıq. Time-out yekunlaşdı. Yenidən oyuna davam. Babək və gol! Əhsənikin! Yenə də Rəqib qalasını dağılır. 4-1 Dublinə imza atır Babək. Artıq top ateşi gəlir. Qılıncı yerə qoyur top ateşi ilə. Rəqib qalasına hücum edir. İstədiyinə də nail olur. Orxan. Orxanın zərbəsi mükəmməl qola imza atır. Kabul edir.
komanda. Bu gol bir qədər də oynamaraq qatacaq mütləq şəkildə. Edvin çox gözəl fırlandı. Zərbə endirir. Gol! Çox yaxşı fırlanmışdı. Rəqibini yaxşı şəkildə yerinə qoydu. Topu torla qovuşdurur. 5-2. Orxan. Elnur sağ sınıfta Fikrət. Yaxın altına keçmir. Həksim şansı Furniar komandasına şükür. Sağ Elvin oynuyor. Bitirdi topu. Sağ ol. Fikrət. Bir rəqimi gerdə qoydu. İkinci rəqimdə keçməyə bacarır. Sağ sınıfdan irəliyir. Ötürmə gəldi. Orxan və üçüncüdən zərbə. Xəttiriklə çox yaxın idi Orxan bu epizodda. Əhlol. Şəsə Elnur. Keçmədə ötürməsi yenidən Bəhlul. Sağcına. Bəhlul. Elnur. Fikrət. Çəkdi sol ayağına, blok qoydular zərbəsinə. Fikrət. Hop. Sonun gözəl refleks. Elnur. Yenidən Fikrət. Daha bir zərbə yenə blok. Müdafiədən çıxmağa çətinlik çəkir bir qədər. Başın çox gözəl şəkildə çıxa bilərdilər. Babək çatdıra bilmədi özünü. Artıq 2 sənə son dəqiqələrdir. Şətin zərbəsi yenə də imkan verir. Və beləliklə ilk hissəni Furniar komandasına 5 hesablı üstünlüklə yekunlaşdırırıq. Birinci hissədə sizinlə mən idim şəxsən Zeydər Hüseynin. Növbəti hissədə görüşmək ümidlə hələlik deyirik.